ona görə də oy, aha. Yəni ki, hərəsi ayrı-ayrı fərqli bir şeylər olduğu üçün bunlar da tələb olunan bir şeylərdir. Tutaq ki, bir xarici bir əməkdaşlığınız olur ki, turizm sayəsində mən bura göndərirəm, bilirsiniz də indi şirkətlərə göndərilir. Həmin insanlar baxır ki, bu ən azı minimum şirkətlərdən asılıdır təbii ki də o da ki. Bəzi şirkətlər var ki, B1 qoyur, B2 level qoyur və yaxud da C1 qoyur. Bəziləri isə qoyur A2 səviyyəsində, amma A1 heç bir şəkildə olunmur. Ona görə müəyyən dərəcədə hər bir sahədə bilməlisiniz. Daha sonra məsəl üçün adi bir tədqiqat olsun və yaxud da elmi məqalələr olsun ki, bunlar üçün də yazmaq üçün də ingilis dilini bilməlisiniz. Sonra BMT-dir, UNICEF-dir, UNESCO-dur və digər beynəlxalq təşkilatlarda təbii ki də insanlar var ki, deyir ki, mən yaxşı maaş almaq istəyirəm, yaxşı işləmək istəyirəm, adlı olsun ki, hə, bəs kimsə soruşanda ki, harda işləyirsən, mən deyim ki, BMT-də və yaxud da UNICEF-də, UNESCO-da. Bunun üçün də beynəlxalq təşkilatlarda işləmək üçün də ingilis əsas dildir. Və yaxud da xarici ölkələrdə eyni zamanda səfirliklərdə işləmək üçün də bilməlisiniz. Mən bu sahəyə başlayan zaman həmişə səfirlikdə işləmək üçün bunu öyrənmişdim ki, çünki çox xoşum gəlirdi belə ki, təbii ki, xanımlar daha çox xoşlayar, eyni zamanda bəylər də bilmirəm onu. Gedirsiniz məsəl üçün bir təşkilatlarda müxtəlif insanlar var. Bu sizi ilhamlandırır ingilis dilini öyrətməyə ki, bəs mən orada müxtəlif insanlar, müxtəlif ölkədən olan tanınmış insanlarla birlikdə olacağam. Onlara sertifikatlar belə veriləcək mənə, onlarla söhbət eləyəcəm, danışıqda olacağam, işlər görəcəm ən əsası kostyumda belə. Ona görə də bu sizi ilhamlandıra bilər eyni zamanda ki, bu ingilis dilini öyrənmək üçün. İndi gələk bayaqdan necə ingilis dili vaciblikdən danışdıq. İndi isə keçək ki, ingilis dilini öyrənməyin effektiv yolları. Mən dərsi keçəndə heç bir şəkildə sevmirəm ki, hər hansı bir kitab vəsaiti aldırım sizə və yaxud da ki, bir qrammatika olsun. Heç bir şəkildə düzdür, bəziləri lazımdır 1-2 dənə, amma belə total olaraq yox. Yəni əsas üstünlük bir dili öyrənmək istəyirsinizsə, təbii ki də danışıq olmalıdır, ünsiyyətdə olmalısınız və eyni zamanda da ki, listening olmalıdır. Yəni ingilis dilində filmlərə baxmalısınız və yaxud da ki, hər hansı podkastları dinləməlisiniz. Bunlar yəni sizin üçün effektiv yollardan biridir. İngilis dilində oxumaq, məsəl üçün hər hansı kimsə deyə bilər ki, bəs oxumaq, kitab oxumaq, yəni vəsait olaraq yox. Hər hansısa bir nağıl kitab oxumaq, hekayə oxumaq bu mənada. O nə zaman sizə köməklik eləyə bilər ingilis dilində? Pronunciation-unuz üçün. Pronunciation nədir? Yəni tələffüzünüz üçün, düzəlməsi üçün və yaxud da daha sürətli danışmaq üçün. Necə Azərbaycan dilində biz kiçik yaşlarda olanda bizə deyirdilər ki, bəs oxumaq, danışmaq üçün, sözləri görmək üçün, necə yazıldığını bilmək üçün siz kitab oxumalısınız deyirdilər hər zaman. İngilis dilində eyni bir şeydir ki, daha sürətli oxumaq üçün, daha danışmaq üçün daha doğrusu və yaxud da pronunciation üçün dediyim kimi effektiv yollardan biridir. Və yaxud da ki, indi listeninglər necə olur? Listeninglər Google-da hər hansı bir saytlara girirsiniz. British Council listeningləri var, daha sonra başqadır. Sonra YouTube-da adi bir YouTube-a girirsiniz, storybooklar var. İlk öncə təbii ki də kiçik olan, nağıl kimi olanlardan başlayırsınız. Rapunzel ola bilər və yaxud da ki, desək ki, hər hansısa bir nağıllardan, bildiyimiz nağıllardan, Rapunzeldir, daha sonra digər olan nağıllar var ki, bunlar daha sadə versiyalarıdır. Şəkillərlə göstərirlər orada və yaxud da bir sözlər işlədirlər. Siz onu özünüzdə not edirsiniz. Mən bunu bilmədim bu sözü, mən bunu bitirəndən sonra mütləq bu sözə baxacağam. Ancaq siz o sözə baxanda yadınızda saxlayın ki, heç bir şəkildə bir sözü öyrənən zaman tutaq ki, bir deyək ki, book kitabdır. Mən bunu əzbərləyim, vsyo. Bu mənim artıq yadımda qalacaq. Belə bir şey yoxdur. Yadınızdan çıxır təbii ki də. Siz onu işlətməlisiniz. Özünüz məsəl üçün yazdığınız bir sözü altından example yazırsınız. Deyirsiniz ki, məsəl üçün book is very useful.
kitab faydalıdır. Burada təkcə kitab sözünü yox, eyni zamanda bir neçə sözlər də öyrənmiş olursunuz. Çünki cümlə qurursunuz axı. Cümlə quranda da insan neçə dənə sözlər öyrənir. Deyirsiniz ki, kitab faydalıdır deyəndə, görəsən faydalıdır nədir əgər bilmirsinizsə? Onu da öyrəndiniz. Artıq yeni bir söz də əlavə olundu. Görürsüz, bir daşla iki quş vurmuş olursunuz, neçə dənə söz öyrənmiş olursunuz. Daha sonra burada Netflix'tir, dediyim kimi YouTube'dur, BBC Learning English kimi platformalardan da istifadə edə bilərsiniz. Və yaxud da səviyyənizə uyğun, level'ınıza uyğun kitablar da oxuya bilərsiniz. Hansı ki, ingilis dilində podkastlar var. Siz onları gündəlik həyat tərzində dinləyə bilərsiniz. Musiqi dinləyirsiniz yolda gedəndə, ya metroda olursunuz, ya avtobusda olursunuz, ya maşında, taksidə belə. Qulaq asırsınız sadəcə, yəni qulaq asmaqla da insan çox bir şey öyrənir. Məsəl üçün podkastların adını sizə deyim. The Daily, New York Times kimi gedir və yaxud da ki BBC 6 Minute English var kanalı, o kimi podkastlar var. Belə. Daha sonra dil mübadiləsi və danışıq klubları var. Yəni conversationlar təşkil olunur. Məsəl üçün keçən həftə biz conversation təşkil olunmuşdu. Mənə təklif gəlmiş və biz conversation edə bilərik. Tanıdığım iki insan idi. Və biz conversation etməyə qərar verdik. Müxtəlif mən orada, yəni conversation təkcə danışıq kimi yox, eyni zamanda orada müxtəlif oyunlarla da olur. Məsəl üçün ilk başda başladıq ki, hər kəsin fikirlərini öyrəndik ki, conversation nədir insanlar üçün? Yəni nə düşünürlər? Bir fikir mübadiləsi apardıq orada. Daha sonra bunu keçəndən sonra müxtəlif suallar hazırlamışdım. Suallar deyəndə ki, yəni sadə gündəlik həyat tərzimizdən olan bir şeylər. Tutaq ki, deyirik ki, çay içməyi xoşlayırsınız, yoxsa kofe içməyi üstün tutursunuz? Və yadınızda saxlayın. Əgər bir insan danışmağı çox istəyirsə, ilk başda başlayan zaman detallı şəkildə danışmalıdır. Yəni deməməlidir ki, mən çox danışaram, yoraram da insanı. Bu belə bir şey yoxdur. Yəni öyrənənəcən siz bunu danışmalısınız, istifadə eləməlisiniz. Tutaq ki, dediniz ki, hər hansısa bir daily rutininizdən danışırsınız, gündəlik həyat tərzinizdən danışırsınız. Deyirsiniz ki, məsəl üçün, I go to the kitchen, then I have a breakfast. Yəni mən mətbəxə gedirəm və səhər yeməyi yeyirəm. Səhər yeməyini yeyirəm, ondan sonra keçirik ki, mən əynimi geyinirəm. Bunu deməyin. Məsəl üçün dediniz ki, I have breakfast, səhər yeməyi yeyirəm. Bunu detallı şəkildə izah eləməyə başlayın ki, I don't like tea. Every day I prefer to coffee. Məsəl üçün, I don't like dark tea. I prefer to cheese with bread. Yəni ki, mən çay içməyi xoşlayıram və ya xoşlamıram. Gün çay içmirəm. Hər gün kofe içirəm və yaxud da ki, çörəklə pendir yeyirəm. Yəni detallı şəkildə danışırsınız bunları. Tutaq ki, dediniz ki, I wear my clothes və yaxud da ki, I put on my clothes. Bunu dediniz, sonra I do my makeup. I don't like a lot makeup. Or I wear my shoes. I have a lot of shoes. Görürsünüz, cümlələr artıq gedir. Yəni siz bunu danışdıqca artıq beyninizə gəlir ki, mən bunu dedimsə, bunun ardını da gətirməliyəm. Tutaq ki, hər hansı bir sizə sual verilir ki, do you have the hobbies? Hobiləriniz var. Siz deyirsiniz ki, yes. Bununla bitdi. Belə bir dil öyrənmək olmur axı. Siz gərək deyəsiniz ki, yes, I have a lot of hobbies. Və yadınızda saxlayın. Belə bir ipucu verim sizə. Əgər bir şeydən danışırsınızsa, bir esseydən və yaxud da bir sualdan danışırsınızsa, birinci ümumi danışın həmən essey haqqında. Daha sonra isə onu özünüzə çevirin. Məsəl üçün deyirlər ki, do you have any hobbies? Hobilər, hər hansı bir hobiniz var? Siz artıq keçirsiniz. Birinci başlayırsınız ki, hobbies are very interesting or amusement. When people doesn't have the free time, they prefer to doing the hobby. Əgər bir insan boş vaxtı varsa, o üstün tutur ki, hobilərlə məşğul olsun. Görürsünüz, ümumi danışdıq. Daha sonra keçirsiniz özünüzə ki, I have a lot of hobbies. Example, painting or riding a bike or reading a book or listen to music or doing the yoga and etc.
Artıq bunları saydıq, görürsüz ki, saydıq ki, velosiped sürmək, musiqi dinləmək və yaxud da kitab oxumaq, yoga etmək, bunları saydıq. Bundan sonra keçirik artıq ki, bunlar mənim hobbilərimdir və niyə mən bunları hobbi kimi özümə seçmişəm? Bunu kimi danışmağa başlayırıq ki, məsəl üçün dedik ki, listen to music. Başlayırsınız deməyə ki, when I have not mood, I just listen to music. And when I listen to music, I feel so relaxed or calm. Yəni ki, mən musiqi dinləyəndə özümü rahat hiss edirəm. Və yaxud da ki, it makes me calm. Və yaxud da bəylər deyə bilər ki, I have hobby, example, drive a car. Why drive a car? Yəni mənim hobbim var maşın sürmək. Niyə maşın sürməkdir? Onu izah etməyə çalışırsınız ki, məsəl üçün deyirsiniz ki, it makes me relax, comfortable, or when I drive a car, I don't have without problem. Yəni artıq mənim problemim yoxdur. Mənim problemlərim my problem overcame. Yəni ki, mənim artıq problemlərim ortadan qalxır. Belə kimi detallar verirsiniz, orada danışırsınız. Daha sonra keçək sizə bu günləri bir neçə real nümunə verəcəm sizə ki, məsəl üçün məşhur insanların və yaxud da ki, uğurlu şəxslərin ingilis dili bilməklə əldə etdikləri imkanlar barəsində. Bir çox nəfər var ki, tanınmış bir insanlar var ki, hər birimiz tanıyırıq onları və deyirik ki, bəs bunlar doğulandan ingilis dilini bilər də. Bilmirik ki, bunların arxa planları da var. Arxa planda bunlar necə danışırlar, necə daha doğrusu öyrəniblər. Hər bir kəs sıfırdan başlayır öyrənməyə. Düz bəzi insanlar şanslı da olur, amma bəzi insanlar çətinliklə olur. Amma gözəl şəkildə olur. Məsəl üçün bir tanıdığımız bir insandan nümunə göstərsək sizə, Jackie Chan. Birimiz tanıyırıq məncə Jackie Chan. Jackie Chan'ın ingilis dili öyrənmə hekayəsi var. İstəsəniz YouTube-da linki var. Mən bitəndən sonra sizə də göndərərəm, baxarsınız. Həmin hekayədə Jackie Chan necə olub ki, bəs ingilis dilini öyrənib? O uşaqlıqda olarkən bir kanton və mandarin dilində danışırdı o vaxt belə. Və o ingilis dilini qəti şəkildə bilmirdi, sıfırdan başlayıb. Hardasa 80-cı illər olardı ki, Hollivooda gəlir. Hollivooda gəlir və Hollivooda gələrkən böyük çətinliklərlə üzləşir. Çünki o bilirdi ki, beynəlxalq aktyor olmaq istəyirsə, ingilis dili bilmədən bu mümkün deyil. Lakin o üzərində ciddi işləyərək ingilis dilini öyrənməyə qərar verir ki, artıq belə olmaz. Çünki ətrafında hər bir kəs onun artıq ingilis dilində danışmağa başlayır. Necə öyrənibdi? Mən sizə indi real nümunəsindən deyim. Hər gün yeni sözlər öyrənirdi. Yəni çəkiliş meydançasında belə ingilis dilində danışan insanlarla ünsiyyət qurmağa çalışırdı. Yəni ingilis öyrənmək üçün çalışmalısınız. Mən utanıram, mən birdən bu sözü səhv deyərəm. Deyil, nə olacaq ki? O zaten anlayacaq ki, siz bu sözü səhv dediniz. Artıq o sizin yaddaşınızda qalacaq ki, mən bunu səhv dedim. Bəs mən bunu gələn dəfə bunu etməyim. Və yaxud da bu sözü mən başqa bir sözlə əvəz eləyim. Bu kimi. Və yaxud da ssenarilər əzbərləyirdi. O çəkildiyi filmlərin əksəriyyəti ingilis dilində idi və bilməsə belə ssenariləri oxuyurdu. Oxuyaraq sözlərin və cümlələrin tələffüzünü təkrarlayırdı. Məsəl üçün bir çəkilişdə olub, çəkilişdə olarkən təbii ki də artıq set başlayıb və bu zaman səhv bir söz işlədibdi. Yəni sözlü və ingilis dilində də elə bir şey var ki, onun üçün pronunciation, tələffüz önəmlidir. Tutaq ki, deyirik ki, riding, biri də var reading. Artıq reading başqa bir şeydir, riding başqa bir şeydir. Reading oxumaqdır, kitab oxumaq. Amma riding sürməkdir. Yəni velosiped sürmək və yaxud da ki, skuter sürmək belə. Yəni ona görə də ki, tələffüzün çox fərqi var. Və bu çəkilişdə olarkən bir sözü səhv işlədir və bu zaman çəkən bir insan deyir ki, bəs bu söz belə deyil axı, sizin ssenarinizdə bu söz yoxdur. Avtomatik onun yadında qalır. Və yaxud da özünə götürür ki, mən bunu etməməliyəm, mən bunu öyrənməliyəm. Və yaxud da müğənni kimi də fəaliyyət göstərirdi. O ingilis dilində mahnılar oxumağa başlayırdı. Məsəl üçün, mən dərs keçəndə müxtəlif musiqiləri dinləyirik bərabər həmən tələbə ilə. Musiqini dinlədirik və
təbii ki də görmür musiqini, sadəcə dinləyir onu və mən dayandırdığım yerə kimi başlayır dinləyir və sözləri yazır. One by one, bir-bir bütün sözləri yazır. Adi bir sözləri belə. Artıq onda rəqabət oluşur. Və yaxud da ki, dərs sonunda hər zaman mən onun üzərindən qiymətləndirmə olur ki, speaking, reading and listening üzrə ki, daha çox rəqabət olsun. Elə bir şeydir ki, özünüz bunu deməlisiniz ki, mən bu günləri 15 sözdən 10-unu düz yazdımsa listeningdə, bu yerə kimi 15 dənə söz yazmışam, amma onun 10-u düzdür. Gələn dəfə mən bunu artırmalıyam, 17-dən 15-ini yazmalıyam və yaxud da daha çox yazmalıyam və başlayır artıq şirin bir rəqabət oluşmağa özlüyündə. Və yaxud da ki, daha sonra filmlərə baxaraq, əsas yöntəmlərdən biri də filmlərə baxaraqdır. Bayaq dediyim kimi Netflix-də milyon dənə filmlər var. Hamımız üstün tuturuq türk filmlərini və yaxud da ki, Azərbaycan dili filmlərini. Niyə məsəl üçün bir dəfə cəhd eləyin ki, ingilis dilində bir filmə baxın və onun alt yazısı bir dəfə olsun türk dilində. Artıq ikinci dəfə ingilis dilində qulaq asmağa başlayacaqsınız. Alt yazısını eləyəcəksiniz. Sonra üçüncü olaraq da heç alt yazı istifadə eləməyəcəksiniz və gündəlik olaraq siz çoxlu-çoxlu istifadə etməlisiniz bu listeningi. Çünki əsas metodlardan biri listeningdir. Dinləyərək daha çox yadda qalır. Eşidilən bir şey çox yadda qalır. Və yaxud da ki, biz desək ki, Cristiano Ronaldo, elə bilirsiniz, Cristiano Ronaldo ilə başlayan kimi ingilis dilini belə super şəkildə başlayıb öyrənməyə. Xeyr. Portuqal bir insandır, Portuqaliyalıdır, bir futbolçudur və karyerasını genişləndirmək üçün də o ingilis dilini öyrənib və hazırda da çox yaxşı danışır. Bunu hamımız da bilirik. Və yaxud da ki, Sofia Vergara, hansı ki, bu Kolumbiyalı aktrisadır. O ABŞ-a, yəni Amerikaya gələndə ingilis dilində çoxlu çətinliklər çəkirdi. Müvəqqəti çətinlik çəkib. Hər birimiz bir işə başlayanda çətinliyimiz olmur. Təbii ki də ilk başda özümüz belə çətinliyə uğrayırıq, amma sonradan özümüzdə motivasiyanı verdiyimiz üçün artıq irəliləyirik. O tələffüzünü də inkişaf elətdirmək üçün mütəmadi olaraq da ki, məşqlər eləmişdi. Və yaxud da ki, Arnold Avstriyalı aktyordur və eyni zamanda siyasətçidir. Düşünün, siyasətçidir və ingilis dilini bilmirdi bir siyasətçi. Temboli'də ki, Amerikaya köçübdü. Amerikaya köçdü və artıq ingilis dilini öyrənməyə başladı ki, hər gün öz üzərində işlədi. Tutaq ki, biz müxtəlif kurslara yazılırıq. Təbii ki də kursların önəmi var. Siz seçici olmalısınız bu arada kurslar barəsində ki, mən bu kursa müraciət edirəm və baxım görüm ki, bəs bu metodları necədir, mənə uyğundurmu? Əgər kimsə sizə hər hansısa bir kitab önərirsə, o kursdan heç bir şey öyrənə bilməyəcəksiniz günün sonunda. Sadəcə sizin başınızı qatmaq üçün hər hansısa bir sözlər öyrədəcəkdir və yaxud da indi English Files kitabları var. Yəqin ki, bilirsiniz. English Files kitablarından öyrədirlər. Ancaq bu nə universitet deyil, nə də məktəb deyil. Siz öz istəyinizlə dil öyrənmək istəyirsiniz. Bunu hər hansısa bir vəsaitdə əzbərləyim, mən gedim bunu danışım, fisyo, mənim bitsin deyə bir şey yoxdur. Gərək siz bunu danışasınız və çalışasınız üzərinizdə. Ki, yəni öyrənə biləsiniz siz bunu. Belə. Bir dənə sizə bir söz deyim. Mən bir Bəli, dəfə buyurun. Britaniyanın baş naziri ilə Amerikan prezidentinin qulaq asdım. Aha, Amma ingilis dilləri o qədər fərqlidir ki, bəli. baxdım ki, Onun da o qədər fərqi var. kaldırlar ki, bəli. Xüsusi fikir vermisiniz. Amerikan ingiliscəsi çox belə üz üstürən pintidir də, amma Bəli. Britan ingiliscəsi çox belə. Özü 50-ci illərə mən qulaq asırdım Britaniyanın BBC Mhm, kanalına. mhm. Çox yavaşla, biraz poetik danışırlar, kino dilindən Bəli. danışırlar. Amma indi onlar tez-tez danışırlar. Baxmanı O soruşdum, bilirsiniz. mənlə bağlıdır. O bilirsiniz nədən asılıdır? Necə Azərbaycanda hər bölgənin öz ləhcəsi var. Eynilə o da elədir ki, hər bölgənin bir ləhcəsi olur. Məsəl üçün, bir insan American language-i daha mənimsəyir, ona daha yaxşı. Məsəl üçün, Pakistanlı bir insan ingilis dilini fərqli cürə danışır. Azərbaycanlı bir insan ingilis dilini fərqli cürə danışır. O ləhcədən asılıdır ki, yəni mənimsəmə baxımından. Amma normal insana gündəlik olan
tərzi British language-dir. American language o qədər də istifadə olunmur. Çünki kobud çıxır. American language-də biraz sözləri çox möhkəmdən belə vurğulayaraq bunu deyirlər. Ona görə də biraz kobud çıxır və gündəlik danışıqda çox istifadə olunmur onlar. Sadəcə hər hansı bir insan olur. Ən çox ona neqr olan insanlar üstün tuturlar danışmağı. Çünki onların səs tonu ilə uyğunlaşdığı üçün və o dil onlara daha yaxşı gəlir. O məsələn ingilis dilində bir Hı hı. akademikdə belə you know məsələn, Hı məsələn ki, hı. however var. Hı O hı. məsələn Britaniyada onu çox işlədirlər. Məsələn Amerikanlarda mən o işlətdiyini çox az görərdim. Bəli. Yəni akademiklərdə də fərq var. Yəni TOEFL-da, IELTS Hı hı. proqramlarda fərq Hı çoxdur. hı. Bəli. Daha çox conjunctionslardan, bağlayıcılardan istifadə eləyirlər. Bağlayıcılardan istifadə olunursa bir danışıqda görsənir ki, bu həqiqətən də bir ingilis dilini bilir. Çünki onlar göstəricilərdir ki, və TIO'lardır ki, mən sizə deyim. Bizdə Hər amma hansı bir sözdə Azərbaycan aha, dilində bizdə elə hə, akademik danışmaq yoxdur da. Məsələn bəli. Türkiyə dilində var Hı, akademik danışıq. Mən onlara qulaq asanda məsələn məhəllə dilin danışığı forması fərqlidir. Onlar rəsmi danışıqlar da var. Yəni müraciət forması var. Məsələn orada iş həyatında olan danışıq dili hı fərqlidir. hı. Yəni onlarda da ingiliscəsinə bənzəyən bir forma var. Yəni onların imtahanlarında mən vermişəm deyə. Ona Hı görə hı. biraz oxşarlıq var onlarda. Onlarda da Bəli, eşidir. fərqlənir də elə bil ki, axı ingilis öyrənmək üçün olan hissələr də fərqlənir. Business English fərqli bir şeydir. Normal daily English fərqli bir şeydir. Ona görə də fərqlənir bir-birlərindən. Okay. Kiminsə hər hansı bir sualı var, verə bilər. Mən belə bir sualım olacaq ki, niyə Buyur. Azərbaycan dilini akademik bir formada belə deyək, metoda keçmir? Yəni məsəl üçün mən neçə ildir belə deyək də maraqlanıram məktəbdə filan da, amma hələ o səviyyədə bizdə dilimiz inkişaf eləməyib elə bil ki. Məsələn rus Azərbaycan dilində dilimiz yoxsa necə? Azərbaycan dilində akademik bir tədris forması yoxdur. Onu Bəli, soruşmaq. tədris formaları yoxdur, amma müxtəlif kurslarda var bir neçə insanlar ki, müraciət eləyir insanlar. Yəni asılıdır da kim istəyirsə müraciət eləyirlər və akademik dili öyrənirlər ki, mən səhnə məsəl üçün adi azərbaycanlılar səhnəyə çıxan zaman başlayırlar özlərini itirməyə, əlləri əsməyə. Fikir vermisiniz ona ki, başqa ölkədə olan insanlar necə rahat adi bir uşaqlar olsun. Bizimkilər əsir belə. Ona görə də onu tədris eləmirlər, bəli. Sadəcə Bilirsiniz, orta asılıdır məktəbdə ki, bizə aha, bir şey öyrədirdilər, məişət üslubu, publisistik üslub. Məsələn, o bəli. desən 10 sinifdə tədris olunurdu. Yəni bizdə hələ ki o səviyyədə ingilis dili kimi inkişaf Xeyr. eləməyib. Bəli, o inkişaf olunmayıb. Kim istəyirsə müraciət eləyir, amma belə tədris olunmur. Kaş tədris olunsa, amma tədris olunmur. Belə. Başqa kiminsə sualı var? Axşamınız xeyir. Hər Axşamınız xeyir. vaxtınız xeyir. Mən belə Mən bir bir sual sualım vermək olacaqdı sizə. Bəli, buyurun. Səfər Buyurun. danışır deyəsən. Bizim şey xarici dil müəllimliyi kurs tələbəsiyəm də. Birinci Mən kurs. bəli. Aha. Mən magistrımı xaricdə təhsil almaq istəyirəm. Aha. Nə etmək lazımdır? Siz xaricdə təhsil almağı seçərək magistratına çox ağıllı bir hərəkət eləmisiniz. Çünki Azərbaycanda yəni magistr oxumaq heç o deyil. Bəli. Xaricdə təhsil almaq üçün siz belə deyim də, magistra olaraq IELTS və TOEFL-lardan istifadə etməlisiniz ki, siz onları biləsiniz və indidən başlamaq lazımdır ki, onu 4-cü Aha. kursa kimi siz onu inkişaf elətdirəsiniz. Çünki magistradır da, magistr bizimki kimi keçirilmir axı xaricdə. Ona Bəli. görə də siz biraz özünüzü inkişaf elətdirəsiniz ki, ikinci kursa deməyin ki, məsəl üçün hələ 3 ilim var da. Ona görə indidən öyrənməlisiniz. Dediyim ki, bayaq saydıqlarım kimi listeninglərlə və yaxud da speakinglərlə belə. Bəli. Bir də ki, Dinləyərik. bayaq müzakirə eləmişdiniz aksentlər barədə. Bəli. Biz indi hansı aksentə daha çox üstünlük verməliyik? Amerikan, Britaniya yaxud başqa aksentlər? O hər kəsin özündən asılıdır ki, hansı məsəl üçün dilə daha yaxın hiss eləyir özünü. Məsəl Bəli. üçün mənim bir tələbəm var, mənə deyir ki, mən ona British English keçirəm əsasən, çünki o daha mənə
rahat gəlir və daha belə yaxşı gəlir danışıq olaraq da. Ancaq o deyir ki, mənə Aha. American English-i daha rahat gəlir. Olar ki, məsəl üçün mənə British videoları yox, American videoları göndərəsiz. Yəni sizin dilinizə hansı yatırsa, onu üstün verirsiniz, üstün tutursunuz. Yəni imtahan vaxtı ona fikir vermirlər də hansı aksentdə danışırıq biz. Yo, kesinlikle yo. Sadəcə siz diqqət eləməlisiniz ki, mən bu aksini tutaq ki, deyirsiniz ki, zaten mən American English danışıram da, mən bu sözü səhv desəm də olar. Elə bir şey yoxdur. Aha. Gərək onun da aksentini tutasınız, bunun da aksentini tutasınız ki, onu səhv eləməyəsiniz. Çünki dediyim kimi bir söz, bir hərf səhvi belə, bir hərf deyilişi belə fərqli çıxır, fərqli mənası olur. Bəli. Sertifikatlar var deyib, bayaq dediniz DOI, IELTS, Bəli. TOEFL. Onlardan hansı daha tanınmışdı da, yəni hansını alsaq üçün faydalı olar gələcəkdə? Əslində hər ikisi də, hər biri o sertifikatlar çox üstündür. Çünki məsəl üçün adi Azərbaycanda olsa belə onu sizdən soruşurlar ki, hansını məsəl soruşurlar sizdən ki, hər hansı bir beynəlxalq sertifikatınız var. IELTS-dir, TOEFL-dir, o birislərdir, hamısı önəmlidirlər. Birinci IELTS-dan başlayırsınız, sonra TOEFL, sonra Aha. birisdən artıq keçirsiniz. Başa düşdüm, çox sağ olun. Siz sağ olun, buyurun. Müəllimə, axşamınız xeyir. Mən Hər belə bir vaxtınız sualım xeyir. olacaq. Buyurun. Mən istəyirəm danışıq klublarına gedim ingilis dilindən. Bildiyiniz hər hangi bir yer var və ya nəsə bir telefona yükləyə biləcəyimiz bir proqram? Duolingo proqramı var. Duolingo proqramından siz edə bilərsiniz və yaxud da podkastlar var. Bayaq adlarını saydım. İstəsəz dərsdən sonra mən, daha doğrusu seminardan sonra mən sizə göndərirəm həmən podkastları və yaxud da ki, Duolingo proqramı daha yaxşıdır sizin üçün ki, orada öyrənmək daha rahat olur sizin üçün. Çünki orada hər bir şey deyilir. Hətta Duolingo sertifikat da verir sonunda və onun sertifikatı da beynəlxalq sertifikatdır. Müəllimə, Çox bir sağ də olun. Danışıq bir formatda var. danışıq klubları olaraq Danışıq klubları olaraq belə çox tanımıram, sözün açığı. Ancaq kurslara müraciət şəklində olur, paylaşırlar reels videoları olaraq ki, BFC kursudur və ya başqa bir kurslardır ki, hə bəs podkast şəkil paylaşırlar ki, bəs bu günləri conversation olacaq belə. Ancaq elə şəkildə gedə bilərsiniz, baxa bilərsiniz, izləyə bilərsiniz kursları. oldu. Çox sağ olun. Siz sağ olun. Siz deyə bilərsiniz. Məsləhət olaraq demə, bir Necə? dənə də proqram, OpenAI adlı proqram bizlə söhbət edir ingilis dilində. Ola bilər, bəli. Adi bildiyimiz ChatGPT belə istifadə edə bilərsiniz ondan. Bəli. Aha. Siz deyə bilərsiniz sizin öz ingilis dili leveliniz hansıdır? Mənim levelım B2 ilə C1-in arası. C1 sertifikatını almamışam, düzdür, amma B2-dir. C1 almaq istəmirəm. Sadəcə belə B2-dir. Oldu, çox sağ olun. Siz sağ olun. Belə başqa kimisə sualı var? Bir dənə də sualım olacaq. Buyurun. Universitetə biz ilk dəfə gələndə Qarabağ Universitetində ora gələndə B1 səviyyəsində aldım. 3-4 ay sonra keçdik də, yəni sizcə 3-4 ay B2 səviyyəsinə keçmək B1-dən B2-yə keçmək asandır. asandır? Bəli, B1-i əsl, yəni deyirsinizsə ki, mən B1-i bilirəm. B1-dən B2-yə keçmək 4 aya olar. Baxır sizin bu arada mənimsəməyinizə. Yəni elə bir situasiya var ki, xoşum gəlmir ki, bəzi bir kurslar var ki, deyirlər 3 aya, 4 aya biz sizə öyrədəcəyik. Düzdür, marketinq olaraq deyə bilərlər buna. Ancaq yəni o insanın özündən asılıdır. Mən həmişə deyirəm ki, insanın özündən asılıdır, götürümündən asılıdır. Əgər sən yaxşı götürə bilirsənsə, məsəl üçün tez tutursansa, listeningi tez nə dinləyirsinizsə, eşidirsinizsə, geri dönüş edə bilirsinizsə, yəni nə deyibsə, hər birini deyirsinizsə və yaxud da danışığınız tez bir şəkildə irəliləyirsə,
Və o zaman 3-4 aya bəli mümkündür. Amma ki, yəni bir insanın götürümü çox zəifdirsə, çox gec mənimsəyirsə və yaxud da öyrənirsə, ona görə də o çətin olur. 8 aya, 9 aya, bəlkə də 1 il, 2 ilə öyrənir. Yəni ona görə insandan asılıdır. Amma Bəli. B1-dən B2-yə keçmək asandır. Yəni əgər tam şəkildə sizə B1 sertifikatını əminliklə veriblərsə imtahandan, o zaman mümkündür bəli 3-4 aya. Sertifikat verməyiblər hələ ki. İndi B2 plus olası gedəsiyə, amma C1 olmayacaq hələ ki. Aydındır. Çox sağ ol. Siz sağ olun. Başqa sualı olan var? Yaxşı, o zaman mən sizə sual verim. Belə bir sual verim sizin üçün. Sizcə və sizin karyera planlarınızda ingilis dilinin rolu var? Əgər varsa, necə var? Mənə deyə bilərsiniz, zəhmət olmasın. Sadəcə fikirlərinizi bildirəcəksiniz ki, mən hansı karyera sahibəm və karyera planım var. Belə deyə bilərəm ki, müəllimə, mən psixologiya oxuyuram hal-hazırda. Mənim üçün dildə kömək edir ki, fərqli-fərqli kitablardan, qaynaqlardan təzə məlumatları öyrənim. Yəni oxuyum və ya Bəli. xarici seminarlara qoşula bilim. Və əlbəttə ki, çox istəyirəm xaricə gedim. Yəni bilmirəm, bəlkə gələcəkdə magistratura oxudum. Olmasa belə gəzmək üçün, yəni xarici dil bilmək çox yaxşıdır. Bəli, düzdür. Haqlısınız. Yəni belə düşünürəm. Bəli, ixtisasınız olaraq da yaxşıdır. Psixologiyada ingilis bəli, maraqlı ola bilər. Çox sağ olun. Sonra başqa kimin karyera planında ingilis dili var, rolu var? Nə düşünür? Həmçinin ingilis dili məlum məsələdir ki, qlobal bir dildir. O Bəli. dildə danışılır faydalıdır. Məsəl üçün bizim təhsilimiz karyeramız üçün ən yaxşı universitetlərə qəbul ola bilərik. Həmçinin iş imkanlarımız da məlum məsələdir ki, texnologiyada get-gedə inkişaf eləyir. Həmçinin texnoloji inkişafı olaraq əlaqəli də bizim üçün əhəmiyyətli olacaq. Bəli. Müxtəlif tanış ola bilər daha sonra. Olur. Bəli. Məsələn, filmlərə baxırıq, bayaqki yoldaşımızın dediyi kimi, yəni biz bu dili məlumatlar əldə edirik, filmlərə baxırıq, daha geniş məlumatlar əldə edirik belə. Bəli, haqlısınız. Doğrudur, fikirləriniz gözəldir. Çox sağ ol. Aranızda kimsə ingilis daha hazırda öyrənir, yaxud da bir leveli var? Mənim 2 arası səviyyə. Bəli, sizi bildim. Sonra başqa? Mən də A2 leveldayam. A2 level, Bəli, az qalıb B1, B2. Bəs belə bir sual verim sizə. O qədər danışdıq vaciblikdən, motivasiyadan, belə. Bugündən etibarən ingilis dili öyrənməklə bağlı hansı addımlar atmaq istəyirsiniz? Addım atmaq istəmirsiniz, səs çıxmır. Özüm haqqımda belə deyə bilərəm ki, ilk öncə mən danışıq klubları axtaracam. Çox istəyirəm ilk sırada insanlarla danışım, ünsiyyət qurum, dinləyim. Mənim bu həftə conversation ola bilsin ki, oldu. Əgər olsa, mən qrupa məlumat verərəm. Kim istəsə də gələ bilər. Çox gözəl olar, yəni istəyərəm. Əlbəttə ki, podkastlara qulaq asıram, onsuz da sevirəm oxumağı, yəni ingilis dilində kitablarım var. Amma yəni uşaq kitabları kimi belə düşünün də, A1 səviyyəsində belə. Amma heç vaxt testdən keçməmişəm. Tam deyim ki, sizə ki, ingilis dilində səviyyəm nədir? Bilmirəm. A1 ilə A2 arasında böyük ehtimal. Aydındır. Olsa mütləq mən sizə deyərəm ki, bəs Çox yaxşı olar. Çox Bəli. sağ olun. Heç kim cavab vermir. Deyəsən heç kim addım atmayacaq. Yerində Müəllimə duracaq. cavab verə bilərəm. Bəli, verə bilərsiniz.
Mən əvvəlcə ki, B1, B2 arasında gücləndirmək istəyirəm. Gələcəkdə ə, kurslara getmək istəyirəm. Həmçinin ə, hal-hazırda çox vaxtım olmur. Kitablar, filmlər istəyirəm. Ə, sertifikatlar ki dedik, onlar yəni bizim bilmək üçün ən yaxşı yoldur. Ona görə mən heç olmasa birini istəyərəm. Bəli. Aha, mükəmməl addım. İnşallah da ki olar. Çox sağ ol. Yaxşı, belə bir sual verim, sonuncu sualımdır. Ə, Əgər ingilis dilini mükəmməl bilsəydiniz, deyirsiniz ki, məsəl üçün mən artıq bilirəm, mükəmməl səviyyədə bilirəm. Həyatınızda hansı dəyişikliklər olardı? Maraqlı bir sualdır, Aha, düşündürücü. deyim. Bəli, buyurun. Mən özüm tibbi ingilis dilində oxuyuram, medikal ixtisasında oxuyuram. Aha. Ona görə də əgər mükəmməl bilsəydim, çətinlik çəkməzdim və daha tibbi kitablar oxumağa üstünlük verərdim. Çox yaxşı Aha. olardı. Kitab oxumaq Hazırda, olar. Bəli. Aha. hazırda biraz çətinlik çəkirəm. İndi kitab Be- oxuyursunuz? İndi daha çox sıxılmayım deyənə axıcı kitablar oxumağı istəyirəm, amma elə mükəmməl bilsəydim, tibbi kitablar oxuyardım. Bəli. Buyurun. Mhm. Marağınızı çəkəcəksiniz tibbi kitablar. Öz ixtisasımda məncə hə. Bəli. Deməli, sizin də ixtisasınızda ingiliscə rolu var. Evet. Mhm. Sonra başqa? Məncə buna maraqlı bir fikirlər söyləyə bilərik. Deyə bil- deyə bilərəm mən. Bəli, buyurun. Təbii ki də. Ə, Səyahət etməyi çox sevirəm. Ona görə də istərdim ki, ingilis dilli ölkələrə səyahət edim, ilə tanış olum. Həmçinin bəzi videolar izləyirəm bundan bağlı ki, Mhm. youtuberlər gedirlər, mədəniyyətlərlə videolar paylaşırlar. Mən Bəli, çox vloglara sevirəm həqiqətən. baxırsınız, özünüzü motivasiya eləyirsiniz. Bəli, bəli, çox xoşlayıram həqiqətən. Hamı bilir ki, mən ancaq elə videolar izləyirəm. Ona görə də yəni dili bilsəydim, mən ünsiyyət saxlayardım, onları danışdırardım ki, yəni mədəniyyətiniz nə formadadır, belə ünsiyyət qrup mədəniyyətinə yaxın bilərəm. Yəni belə düşünürəm. Bəli. Vloglar maraqlıdır. Hər kəsə Bəli, bəli. çox motivasiya edicidir. Yəni insan ona motivasiya olunur çox. Bəli. Çünki məsələn adi bir morning rutin çəkirlər, amma morning rutinə nələr sığışdırmırlar. İstəyirlər Bəli, ki, bəli. məsəl üçün onu da etsinlər özündə. Yəni mən də onun kimi olum və yaxud da ondan daha yaxşı ola bilərəm. Artıq şu rəqabət olur. Mən Belə. YouTube kanalı açıb səyahət çəkmək istərdim. Necə gözəl. Çox maraqlıdır. Bəli. Vloglar çəkirsiniz siz də. My morning routine. Bəli, belə. Başqa sualınız var? Heç kim danışmır. 3-4 nəfərdən başqa. Ayşən, Niyə cavab vermir? Aha. səsin gəlir. Bəli, bəli, gəlir. Mən bugünkü təlimin moderatoruyam. Chat bölməsində bəzi suallar var. Zəhmət olmasa mümkün sonra baxarsın. Onu görmədim. Okey. Baxaq. Ay, ay, ay. Nə qədər sual varmış, görməmişəm. Üzürlü say. Deməli, Sahil bəy yazıb ki, gələcəkdə bir diplomat konsul olmaq istəyirəm. Buna görə ingilis dili ilə maraqlanıram, özümü inkişaf etdirirəm. İlk öncə dil biliyimizi inkişaf elətdirmək üçün yarışlarda qatılıram. Yarışlar mükəmməl bir seçim. Çünki bildiyimiz kimi yarışlardır və yaxud da ki, inkişaf elətdirmək üçün orada yenə də ünsiyyət qurursunuz və yaxud da danışırsınız. Buna görə də mükəmməldir. Davam eləyin məncə. Kitablardan hansı kitabları oxumaq daha yaxşı olar? Özümü yüksək peşələrdə görərdim. Hansı kitablar? Yəni ki, hər kəsin hobbiləri müxtəlif olduğu kimi, kitab zövqü də, film zövqü də və yaxud da ki, izlədiyi bir şeylər də fərqli-fərqlidir. Adi damaq zövqü belə çox fərqlidir.
Buna görə də sizin hobbiləriniz nələrdirsə və yaxud hansı kitabları tutaq ki, biri qorxulu kitablar oxumağı xoşlayır. Qorxulu kitabların müəyyən levelına qulaq asırsınız, oxuyursunuz. Və yaxud da ki, biri ə, tutaq ki, adi daily olan bir şeylə, gündəlik həyat tərzi ilə bağlı olanlar varsa, onları oxuyur. Yəni ki, belə. İlk öncə təbii ki də başlaya bilərsiniz ki, normal dildə olan kitablardan, daha sonra artıq getdikcə bir də belə bir şey var ki, kitablarda bəzi sözlər var ki, və yaxud da ki, filmlərdə bəzi sözlər var ki, onlar çox istifadə olunmur. Əsasən də kitablarda. Sadəcə emosiya üçün onu bildiriblər. Kitab o, yəni kitab dili fərqli olur axı. Ona görə də bəzi şeylər var ki, kitablarda dediyim kimi ancaq pronunciation üçündür, danışıq üçün kitab oxumaq o qədər də əhəmiyyəti olmur bəzən. 23 yaşım var, Səbinə xanım yazıb. Dilini anlayıb, çox da olmasa da başa düşə bilirəm, cümlələr qura bilirəm, amma danışa bilmirəm hələ də. Hələ ki biraz ara vermişəm, bir səbəbə görə bir neçə aylıq. Sizcə mükəmməl səviyyədə öyrənmək üçün hələ də vaxtım var? Yaşın heç bir zaman, yəni dil öyrənməyə dəxlisi olmur. Niyə əlaqəsi olmur? Mən sizə deyim. Məsəl üçün bir insan var idi, mənə müraciət eləmişdi. 35 yaşı var idi və 2 dənə uşağı var idi. Dərsə çox gec qoşulurdu, ancaq həvəsi var idi, öyrənmək də istəyirdi. Düz 2 ay və yaxud da 3 ay müddətində həmən xanım öyrənmişdi. Yəni istəyən zaman hər bir şey olur. Yəni cümlələr qura bilirsiniz, başa düşə bilirsiniz, всё ki. Yəni müxtəlif topiklərdən keçirilirsə əgər speakinglər, tutaq ki, gündəlik danışıq topik keçilirsə, bugünkü məsəl üçün topikimiz daily routinesdir və yaxud da traveldır. Siz artıq bu mövzu üzərində danışırsınızsa, istəsəz də, istəməsəz də artıq danışmalısınız, cəhd göstərməlisiniz buna ki, o da sizdə inkişaf olunsun. Bəli, vaxtınız var. Nə yaşınız var? 23 yaşınız var da. İndi soldan ki, sonra məsələn, mən də ingilis dilini yaxşı səviyyədə bilsəydim, IELTS və TOEFL imtahanı verib xaricdə təhsil almaq və ya səyahət etməyi sevirəm. TED Talkslar izləyərdim. Aha. Ya Allah. Bəli. Mənim ixtisasım Ramin bəy yazıb ki, tarixdir. Sizin 3-cü sualınız çox yaxşı sualdır. Mən əgər ingilis dilini yüksək səviyyədə bilsəydim, bütün dünyadakı ölkələri səyahət edərdim. Oradakı tarixi məbədləri, tarixi sənədləri, kitabları və s. tərcümə edərdim. Öz ölkəm üçün, hamının faydalanması üçün, ingilis dilini bilməyənlər üçün tarixə hər kəsin marağı var. Getdiyim ölkələr haqqında kitab yazardım. Kitab yazardınız. Çox qəşəng bir fikirdir bu, yəni. Məncə bunu hər kəs bəyəndi, elə deyil? Çünki Belədir. müxtəlif ölkəyə səyahət eləmək istəyirsiniz. Eyni zamanda ölkəni inkişaf elətdirmək üçün kitab yazırsınız. Yəni mükəmməl, bəyəndim bu fikrinizi. Məncə edə bilərsiniz. Başqa fikri olan yaza bilər. Oxuyaq maraqlı bir fikirləri və ya sualı olan. Bir atak gözləyirik, amma heç kimdən gəlmir atak. Niyə gəlmir? Məryəm, siz bizimlə sonda öz sosial şəbəkələrinizi bölüşə bilərsiniz, zəhmət olmasa. Bəli, bölüşərəm. Takibdə Atarım qalın. sizə, bəli. İstəsəz göndərərəm. Aha. Züleyxa xanım Kitab yazıb mı? önərim. Bəli. Kitab Hər level. önərmək istədim. Aha. Kitab önərmək istədim. Çox maraqlı kitabdır. O kitabın hər leveli var və hazırda mən A2 ilə B1-in oxuyuram. Yəni fərqlərin özünü də görürəm, özümü də inkişaf edirəm. İstərdim Var. ki, oxuyanlar inkişaf edərlər. Həm də çox maraqlı, axıcı kitab. Bəli. İlhamlana bilərsiniz. Həmən Frankenstein kitabından. İngilis dilini hansı yaşlarda öyrənmək daha yaxşı olar? Yaş məhdudiyyəti varmı ki? Mən bayaqlarda dedim ki, yaş məhdudiyyəti yoxdur qətiyyən. Yəni fərqi yoxdur siz hansı yaşdasınız.
Yəni dediyim kimi evdar bir xanım belə 2 uşaqlı olan bir insan belə öyrənmək istəyir və öyrənir də bunu. Əgər həvəsiniz ilk öncə motivasiyanız olmalıdır ki, nəyinsə xatirinə yox, öz istəyiniz üçün öyrənə bilərsiniz. Hansı yaşlarda öyrənmək daha yaxşı olar? 20-li yaşlarda və yaxud da ki, universitetə başlayan ərəfələrdə belə. Daha kiçik yaşlardan başlamaq daha gözəldir. Tarixlə bağlı məqalələr haqqında məqalələr yazanda Azərbaycan dilində olan mənbələrdən, rus dilində olan mənbələrdən yaza bilirəm. Amma ingiliscə olan kitablardan yazmaqda çətinlik çəkirəm. Ona görə ingiliscə bilmək çox vacibdir. Bəli, siz bilirsiniz nə edə bilərsiniz? Həmən bir sözləri öz üzərinizdə, məsəl üçün cümlə qura bilirsinizsə adi, həmən sözü götürüb translate edə bilərsiniz. Cümlə qurursunuz, bir sözü bilmirsiniz, translate edirsiniz, sonra özünüzdə qeyd edirsiniz, sonra avtomatik cümlə qurulur. Yəni belə edə bilərsiniz. Bəzən az yaşlı uşaqlar qavraya bilmir. Bəli, o yaddaş zəifliyi və yaxud da ki, biraz qavrama cəhətdən ola bilər ki, çətinliyi var, ona gec olur. Artıq o müəyyən yaşa gələndən sonra əgər motivasiyası varsa olur. Belə bir şey də deyim də, bir tələbə var, yaddaş olmayanda və yaxud da ki, qavrama olmayanda heç cürə mümkünatı yoxdur. Bir tələbəm var idi, 25 yaşı var idi həmən oğlanın və dənizçidə işləyirdi. Həmən oğlan eyni hər kəsə keçdiyim kimi keçirdim. Hər kəs inkişaf elirdi, belə normal, hamı deyirdi ki, razı şəkildə idi. Ancaq bu bəy narazı şəkildə gedirdi hər zaman. Necə? Özünə görə. Deyir ki, mən öyrənə bilmirəm. Mən məsəl üçün sıfırdan başlayıbsa söz öyrətməyə lazım. Söz atırsan, sözü soruşursan, deyə öyrənə bilmədim mən bunu. Edə bilmədim mən bunu. Və yaxud da ki, deyir ki, mən bunu başa düşmürəm və ya atırsan ki, bir video, nə qədər bir şeylər elədim, heç etmədiyim metodları ona tətbiq elədim, olmadı yenə də. Başqa bir müəlliməyə yönəltdim hətta, o da dedi ki, yox alınmır, yaddaş çünki olmayanda olmur, qavramaq olmayanda olmur. İngilis dilini bilmək üçün söz ehtiyatı zəngin olmalıdır, yoxsa qrammatikanı yüksək bilməlisən, söz ehtiyatı zəngin olmalıdır. Qrammatika danışıq üçün çox əhəmiyyəti yoxdur. Azərbaycanlılardır ki, deyirlər ki, qrammatika bilməz, ayda mən burada həvlə həzi işlətdim, həzi işlətməli idim, həv dedim. Amma ingilislər ona çox fikir vermir. Düzdür, bəzi şeylərdə müəyyən məqamlar var ki, adi bir söz önə belə qoyulanda belə baxırlar ki, məsəl üçün şəhərlər olsun ki, şəhərlərə in əlavə eləyəndə başqa bir şeydir. On əlavə eləyəndə başqa. Böyük şəhərlərdə fərqli prepositiondur, kiçik şəhərlərdə fərqli. Ona görə də fərqi olur. Ancaq söz ehtiyatı zəngin olmalıdır bilmək üçün. Və yaxud da Azərbaycanda və ümumiyyətcə hər kəs bizdə gənclər düşünür ki, mükəmməliyyətçi olmalıyam mən. Ki mən mükəmməl şəkildə bilməliyəm ki, məsəl üçün beautiful sözünü mən niyə işlətdim? Mən gərək başqa bir şey işlədərdim. Belə bir şey yoxdur. Beautiful sözünlə siz 5 dənə cümlə qura bilərsiniz və 10 dənə cümlə qura bilərsiniz. Amma qarşıdakı insana sözünüzü çatdıra bilirsiniz. Əsas odur, sözünüzü çatdıra bilmək. Siz kurs keçirsiniz danışıq üzrə. Bəli. İngilislər biz öyrəndiyimiz qədər qrammatika öyrənmir, bəli. Bizim öyrəndiyimiz qrammatikalar sadəcə imtahan üçündür. Yəni ki, dövlət imtahanı və yaxud da universitetdə bir imtahan üçündür. Amma mən ümumiyyətlə speaking keçəndə 2 dənə zaman var ki, present simple, bir də past simple. Əsas onlardır. O birisiləri də sadəcə üzərinizdən qeyd götürürsünüz. Budur, belə. Biz bir qaydanı səhv desək, biz deyərik ayıb olsun. Amma onlarda əsas fikri çatdırmaqdır. Bəli, fikir çatdırmaqdır. Bizdə əzbərçidir. Ona görə də ona üstünlük verməməliyik. IELTS üçün hazırlıq keçirsiniz. IELTS üçün xeyr, tərs keçmirəm. Çünki IELTS fərqlidir. Düzdür. Keçdiyim metod IELTS kimidir. Yəni həmən eyni şeydir. Listeninglər belə. Amma IELTS üçün hazırlıq keçmirəm. Təəssüf ki. Belə, başqa? Bəs danışıq üçün, bəli, danışıq üçün keçirəm.
Başqa? Yoxdur heç kimin sualı. Zəhmət olmasa sosial şəbəkələriniz deyirsiniz, sizinlə əlaqə saxlayıb. Bizdə xarici tələbələr var. İstəyirsinizsə, okey. Bizdə xarici tələbələr var. Onlar bacardıqca bizimlə danışmağa çalışırlar. Bəli. Onlar çalışırlar, siz də çalışın. Təkcə onları gözləməyin. Açar söz deyirsiniz, zəhmət olmasa. İngilis dili. Birinci motivasiya, ikinci listening, üçüncü speaking. Dəyərli gecə xeyri hər kəs üçün təşəkkürlər. Təşəkkür edirəm qoşulduğunuz üçün, məni dinlədiyiniz üçün və dəyərli suallarınız üçün. Ümidvaram ki, hər kəs üçün faydalı oldu. Nəsə bir şeylər qata bildim sizin üçün. Belə. Təşəkkür edirəm qoşulduğunuz üçün. Gecəniz xeyrə qalsın. Çox sağ Sizə olun. xeyrə qalsın, Mədinə, sağ olun. Sağ olun. Çox sağ olun təkrardan. Sağ olun.